Xəzər xəbəri izləyirsiniz. Son zəng, bəli, məzunların gözlərində həm sevinci, həm də kədəri yaşadan gün. İllərlə birlikdə gülüb oynadığı dostlarına, hər səhər girdikləri sinifə, xəyal qurduqları partalara sağ ol deyən gün idi bugün. Onlar artıq böyüyüblər, ancaq içlərində olan o məktəbli uşaq bu zənglə sonsuz bir xatirəyə çevrildi və nə olursa olsun, onlar bu son zəngi heç bir zaman unutmayacaqlar. Elə indi izləyəcəyiniz reportajın müsahibləri də gözləri dolan, amma dodaqlarında təbəssümü olan həmin o məzunlardır. İlk növbədə mən bütün bugün məzun olan şagirdlərimizi təbrik eləmək istəyirəm. Bugün Azərbaycanın məktəblərində 113 min məzun adı qazanan şagirdimiz var. Ümumilikdə bütün məzunlara təbii ki, uğurlar arzu edirəm. Bu onların həyatında bir mərhələnin sonu, digər mərhələnin başlanğıcıdır. İnanıram ki, bu ilki məzun olan şagirdlərimiz, bütün bugünkü məzunlarımız həyatlarının növbəti mərhələsində Azərbaycanın inkişafına böyük töhfə verəcək. Bugün mən 11 il yurd təhsilini bitirirəm və bunu demək istəyirəm ki, məktəb həmişə mənim ikinci evim kimi olub. Bütün sinif yoldaşlarıma və həmyaşlarıma gələcək həyatında uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Bu 11 il düzün desəm çox maraqlı və çox gözəl günlər. Yoldaşlarımı, müəllimlərimi burada qoyub gedirəm də, təbii ki, içimdə kədər hissi. Bunlar qədər valideyn və müəllimləri də həyəcanlı idilər. Bir məzun anası kimi bugün çox duyğuluyam. Mənim üçün çox çətindir arzularımı dilə gətirmək. Bütün məzunlara uğurlar arzulayıram. Biz bu 11 ildə onlarla bir yerdə uzun və məsuliyyətli bir yol qət eləmişik. Onlara bilik bacarıqlarla yanaşı, həm də həyatı dəyərləri formalaşdırmışıq.